dişlər vaxt keçdikcə niyə saralır? Hansı sırf qidalar və yaxud da hansı yanlış vərdişlər dişlərin saralmağına səbəb olur və ümumiyyətlə evdə özümüz dişlərimizin məhz bəmbəyaz olması üçün hansı addımları izləyə bilərik? Nəzərə almalıyıq ki, biz gündə dişlərimizi 2 dəfə ən az fırçalamalıyıq. Hansı ki, biz səhər qidalanmadan sonra və axşam yatmazdan öncə dişlərimizi fırçalamalıyıq. Və paralelində diş sapından istifadə də dişlərimizin rənginin saralmasının qarşısını alır. Hansı qidalara gəldikdə rəngli içkilər ən əsası çay, qəhvə, kola və digər rəngli sərinləşdirici içkilər, şərab, bu kimi qidalar, rəngli qidalar, bunlar hamısı dişlərin saralmasına gətirib çıxardır. Paralelində daha çox tütün və tütün məhsullarından istifadə dişlərin saralmasına gətirib çıxara bilər. Daha çox rast gəldiyimiz hallardan biri də antibiotiklərin istifadəsidir. Məsələn, tetraskilin qrupundan istifadə olunan antibiotiklər dişlərdə ləkələnmələrə səbəb ola bilər. Və ya az yaşlı uşaqlarda uşaq vaxtından başlayır dişlərin tərkibində fluoridin miqdarı daha artıq olduğu hallarda bunlar dişlərin lənglənməsinə səbəb ola bilər. Fluorid doğru miqdarda xeyirli bir şeydir, dişin minasını qoruyur. Amma bizim bəzi bölgələrimizdə yaşam tərzinə əlaqədar suyun tərkibində fluoridin miqdarı normadan artıq olur. Və bu uşaqlardan, yəni biz normalda, yəni uşaq vaxtından, daimi diş çıxan vaxtından 6 yaşından etibarən bu artıq dişin minasını zədələyir və ağ ləkə formasında üzə çıxır, göstərir belə özünü deyək.